Salam, bugün sizə neyroloqopedik məşğələlərimizdən 3 nümunəni təqdim edirəm. Bu fəaliyyətlər nitq, diqqət və qavrama bacarıqlarının inkişafını dəstəkləyir. Deməli, bizə sadə bir çubuq lazımdır. Bu formada tuturuq. Bir də göstərirəm. Bu formada neyroloqopedik məşğələləri əldə edə bilərsiniz. Digəri isə bu formada olacaq. Burun və qulaq tutulur və tez-tez dəyişdirilir. Tamam, getdik. Bu formada evdə uşaqlarınızla edə bilərsiniz. Üçüncü məşğələmiz isə belədir. Bir əlimizlə fəzadı dairə çəkirik, digər əlimizlə isə düz xətt çəkməyə çalışırıq.